Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Səidə Quliyeva oğlu Fərhaddan danışıb. Xəbər verilir ki, aktrisa bu haqda həftənin qonağı proqramında danışıb. O bildirib ki, oğlu ailə qurduqdan sonra tək yaşayır. 37 yaşımda oğlum doğulub. Bunu dərd etmirəm. Allah qismətimə onda yazıb və oğlum onda dünyaya gəldi. Övladım mənim üçün hər şeydir. Ayrı yaşayırıq. Oğlum qəbul etməsə də ilk gündən dedim, sərbəst yaşayın. Mən öz evimdə qalıram. Hər gün gəlir məni yoxlayır. Oğlum İncəsənət Universitetində baş müəllimdir. Səidə Quliyeva filmlərdə az qonorar verilməsindən şikayətlənib. Filmlər və tamaşaçılar yox dərəcəsindədir. Heç vaxt pis filmə, seriala getmirəm. Qonorar məni qane etmir. Bahalılıq görməmişəm. Bu yaxınlarda sevimli rejissoruma bahalılıq söhbəti etdim, məni çəkmədi. Bir gün üçün 3000 manat istədim. 1-2 gün çəkiliş olacaqdı. Böyük bir layihə idi. Hamı deyir, gərək çəkilərdin. Vaxtilə çox çəkilmişəm, qonorar da istəməmişəm. İndi özümü qoruyuram. İndi hansı aktrisa özünə ev ala bilir? Qəpik-qəpik yığırıq. İstəyirəm, aldığım pulu özümə xərcləyim. Dərmana yox.